Timeout kartı hansı kartdır müəllim? Timeout yaşıl kart. Bir de. Hansı hallarda oyun mərkəzdən başlanır? Hansı oyunlarda? Hansı oyunlarda yox. Handbolda hansı hallarda oyun mərkəzdən başlayır? Hansı hallarda? Top qapıdan keçəndə. Bu bir. Bir Bəli. də başlanğıc. Bir də başlanğıc. Başlanğıc hissələrin əvvəlində, birinci hissə və ikinci hissənin əvvəlində, top qapılardan keçəndə, əlavə edilmiş 2 dənə 5 dəqiqə var. Bəli. Həmin bu 5 dəqiqələrin əvvəlində. Bəli. Sərbəst zərbələrdən birbaşa qol vurulur. Bəli. Bütün zərbələrdə birbaşa qol sayılır. Bir də qapıcı öz qapısına atanda sayılır. Yan xəttdən top oyuna daxil edilərkən qapıya keçən qol qeydə alınır. Bəli. Dünya və Avropa Olimpiya oyunları neçə ildən bir keçirilir? 4 il dünya və olimpiya. Dünya 2 ildən, olimpiya 4 il. Yox, ikisi də 2 ildən bir. 2 ildən dünyada olimpiya oyunları usta 4 ildən bir başlayır da. Handbol üçün ayrıca olimpiya oyunu olmaz ki. Olimpiya oyunlarının içərisində 4 ildən bir gedir də. Aydındır mı? 7 metrlik penaltı zərbələri zamanı qapıçı ilə zərbəni vuran oyunçunun arasında ən az neçə metr məsafə ola bilər? Ən azı 3. Futsal və handbol komandalarının heyəti neçə nəfərdir? 14 bu, 14, 28. 5 nəfərdən oyun başlayır. Bəli. Top qapıçıya dəyib yan xəttdən çıxarsa, oyuna kim başlayır? Yan xəttdən rəqib komanda. Düz. Top qapıçıya dəyib qapının arxa kənar xəttlərindən çıxsa, sağ və sol tərəflərdən arxaya. Bu zaman kim başlayacaq oyuna? Qapıcı qapıdan başlayacaq. Oyun ərzində hər iki komandanın timeoutların cəmi neçə dəqiqədir? 6 dəqiqə. 6 dəqiqə niyə? Hər iki komanda da timeout deyil, bir komanda. Hə. 3-dürsə, komanda ha. 3-dürsə, hə, deməli 3 dənə timeout 1-1 6 dəqiqə, ha. 6 dəqiqə düzdür. 4 komandadan ibarət yarışda bir komanda ən çox neçə xal qazanır? 6. Yəni 4 komanda həm bəli alır. Azərbaycanda Handbol Federasiyası neçənci ildə təsis edilir? Azərbaycanda 1992. Düzdür. Topu çilərdikdən sonra tuturuq. Neçə addım atıb və neçə saniyədən çox olmayaraq əlimizdə saxlaya bilmərik? 3 addım, 3 saniyə. Oyunçu dəyişilinə məhdudiyyət var? Xeyr, yoxdur mən. Komandaya neçə xəbərdarlıq edilir? Limit dolmuş hesab olunur. Komandaya 3. Oyunçuya? Oyunçuya 1 dənə. Əvəz etmə xəttinin uzunluğu nə qədərdir? Əvəz etmə 4 yarım. 4 oyunçunun əvəz etmədə səhvə yol verilməsinə görə yalnız neçə oyunçu oyundan 2 dəqiqəlik çıxarılacaq? Yalnız 4 əvəz etmək 1 dənə. Sonda qayda pozan ya əvvəldə? Sonda 4-cü. Yox, əvvəldə olan. Düzdür. Yan xəttdən topun oyuna daxil edilməsinə qədər rəqib komanda nə qədər məsafə saxlayır? 3 metrə. 2 komanda oyunçuların cəmi nə qədərdir? 28. Heç olur bu oyunlarda? Bəli, mənim olur. Qalib müəyyən olunmalıdırsa, əlavə hissələrin müddəti nə qədərdir? Əlavə hissələrin müddəti 2 dənə 5 dəqiqə. Orada da heç olsa yenə 2 dənə 5 dəqiqə. Düzdür. Hər 5 dəqiqəyə görə neçə püşk atılır? 1 dənə. Düzdür. Oyun penaltilərdən sonra müəyyən olundusa, neçə püşk atmada istifadə olunur? Penaltidən sonra 4 dənə. Penaltilər zamanı qırmızı kart alan oyunçu penaltilərdə iştirak edə bilir? Xeyr.
Penaltı vuruşları zamanı 2 dəqiqə cəza alan oyunçu cəzası bitməmiş penaltılarda iştirak edir. Xeyr. Protokolda adı qeyd edilməyən oyunçular penaltı seriyalarında iştirak edir. Protokolda Protokolda qeyd bəli. edilməyənə xeyr. Olmaz. Taymatın müddəti nə qədərdir? 1 dəqiqə. 1 dəqiqə. Bir hissədə ən çox neçə taymat götürmək olur? Bir hissədə ən çox birinci hissədə 1, ikinci hissədə 2. Yox, birinci hissədə 2 taymat götürmək olmaz ən çox halda. Olur da. Olar. Ən çox halda soruşuramsa, minimum soruşsaq 1 deyə bilərsən, maksimum isə 2 demək olar. Hər komandada götürə biləcək taymatların cəmi 3-dür. Bunu da bilirik. Birinci hissədə 2 taymatdan istifadə etsək və yaxud da ki, heç birindən istifadə etməsək. İkinci hissədə neçə taymatdan istifadə edərik? Deməli, birinci hissədə heç birindən istifadə eləməsək, ikinci hissədə 2 dənə Düzdür. istifadə eləmək olar. Hissələr arası fasilə ən çox halda neçə dəqiqə götürmək olar? Hissələr arası 15 dəqiqə. Düzdür. 15 dəqiqə ən çox halda. Beynəlxalq Handbol Federasiyaları qısaldılmış adı necə yazılır? İHF-dır ya FİV-dır? FİV-dir. Meydançada 100% qolun qarşılığı kəsilərsə, 7 metrlik penaltı zərbəsi olunacaq ya yan xəttdən topu oyuna daxil edəcəklər? 100% qolun qabağın qarşısı alınırsa 7 metrlik penaltı. Yan xəttdən topu oyuna daxil edən zaman dəqiqə, saniyə falan bunlardan tətbiq edilir. Neçə saniyə atılmalıdır, neçə dəqiqə və s. Bizdən də bir də penaltıdır. Qalan vaxtda sayılır. Bir çox yerlərdə var. Aha. Bir çox yerlərdə yox. Bir az hallarda var. Bir çox yerlərdə yoxdur. Vaxt verilmir, bəli. Azərbaycanda handbol neçənci ildə yaradıldı? 1955 ya 57? 55. 425-475 qram istifadə olunan topun ağırlığı qadınlar üçün də ya kişilər üçün? 425-475 deməli kişilərin deyil. 325-375 qadınlara. Oyun davam olunan zaman oyunçu dəyişiklik etmək mümkündür? Bəli olur. Top hakimə toxunsa istiqamətini dəyişsə, meydanın hər hansı bir hissəsində oyun dayanır. Evet, onu davam edir. Bilərəkdən oyunçu topu atır və yaxud da ki, heç bilməyərəkdən. Amma komanda oyunçusuna, yəni qapıçıya atır. Bu zaman qapıçı topu tuta bilmir, top daxil olur qapıya. Qol qeydə alınacaq, alınmayacaq. Bəli. Olacaq. Topa yumruqla zərbə vurmağa imkan var? Yəni qayda pozuntusudur ya yox? Qayda pozuntusu. Düzdür. Oyun zamanı qapıya zərbə endirən zaman qalxaraq, tullanaraq, yəni havaya qalxaraq qapıya zərbə endirmək olur. Bəli olar. Düzdür. Qapıçı meydançası neçə metrlik qapıçı zonasıdır? 6-dır ya 7? 6 metrlik. Oyunda oyunçunun dizlə topu qaytarmağa şansı var, icazəsi var, var. Düzdür. Dizlə yoldaşı ötürə bilir ya sinəsi ilə Bəli falan. olar. Ötürmə yoxdur, qaytarma var. Bəli. Ötürə bilmərik. Yəni mən düşünərək dizimlə sizə ötürüm topu ala, belə bir qayda yoxdur. Bu olacaq necə? Yəni ki, topu özümüzdən rədd kimi, yəni ona zərbə vurub özümüzdən uzaqlaşdırmaq falan. Bax belə bir olur. Belə bir qayda var ki, dizlə, sinə ilə və s. başla. Amma oyunçu komanda yoldaşıma düşünərək bunu ötürürəm mən dizlə, belə bir qayda yoxdur. Aydın. Yan xəttdən top oyuna əllə daxil edir, ayaqla. Əllə. 2 əllə atmaq olar topu. Olar. Topu bir əldən digərinə keçirmək olar çiləməklə. Bəli olar. Futbol oyunda hansı hallarda sərbəst zərbə təyin edilir? Ancaq kontakt olmayanda. Kontakt yəni Aha, baxaq. Rəqibi tutsa cərimədir ya sərbəst? cərimə tutmaq cərimədir. Düzdür. Təhlükəli oyun oynamaq cərimədir, sərbəst. Təhlükəli, sərbəst.
Aha. Etiraz etmək nə kimi olacaq? Sərbəst ya cərimə? Sərbəstdir. Topun ağırlığı nə qədərdir futbolda? 410, 450. Düz. Hal-hazırda keçirilən dünya çempionatlarında neçə komanda iştirak edir? 48 komanda iştirak edir. Meksika, Kanada, Amerika. Oyunçu dəyişikliğində kimin icazəsi olmalı? Yan xətt hakimi ya baş hakimi? Baş hakim. Rəqibi itələmək cərimədir, sərbəst. Cərimədir. Düzdür. Qapıçı komanda yoldaşı tərəfindən ona bilərəkdən ötürülən topa öz cərimə meydançasında əli ilə toxunsa, sərbəstdir ya cərimə? Sərbəst. Düzdür. Sərbəst zərbədir, düzdür. Xətlərin qalınlığı nə qədərdir? 12 sm. Yan xəttdən, küncdən, mərkəzdən, qapıdan, zərbədən, cərimə və sərbəst zərbələrindən. Topa zərbə endirildikdə top qüsurlu vəziyyətə düşdü. Bu zaman oyun hansı qaydalara uyğun olaraq davam etdiriləcək? Yəni hakimin qərarı nə olacaq? Zərbə təkrar ediləcək ya mübahisəli top olacaq? Zərbə təkrar ediləcək. Adını çəkdim bu vəziyyətlərdə hər hansı bir oyunçu və yaxud da ki hakimə dəysə qüsurlu oldu. Amma bu zaman nə olacaq bəs? Salam. Mübahisəli. Mübahisəli top kim üçün atılacaq? Topu vuran üçün. Məsafə nə qədər saxlanılır? 4 metr. Aha, 4 metr. Mübahisəli top atışında top düşdüyü yerə yan xəttdən çıxdı. Digər komanda oyunçuları başlayacaq, zərbə təkrar ediləcək. Təkrar edirəm. Dərsim yoxdur. Necə yəni? Görüşmədim. Aha, düzdür. Handbolda əlavə edilmiş vaxtlara time-out verilir. Hələ oğlum, bəli, bir dəqiqə. Handbolda yoxdur time-out. Yox. Time-out yox. Mən bir dəqiqə fasilədir. Yox, o da yoxdur. Yox, deyirəm ki, handbolda time-outlara əlavələr xeyir. Overtime time-out verir əlavə hissələrdə. Əlavələr time-out yoxdur. Fasilə olur, onu bilmirdim. Desən bir dəqiqədir. Yəni, time-out verilmir də. Onu demək istəyirəm ki, yəni time-out verilmir də əlavələrdə. Time-out olmur. Futbol idman oyunda top hakimə toxundu, sonra rəqib komandanın qapısına istiqamətləndi. Oyun davam edəcək ya dayanacaq? Yox, davam eləmir, dayanır, mübahisəli top. Top qapı xəttini yerlə və hava ilə tam keçib qol olmayıbsa, hücum edən komandadan top qapı xəttini yerlə və hava ilə tam keçdi ya qapının üzərindən keçdi, qol olmadı. Top oyuna hansı komanda başlayır? Qapıcı qapıdan başlayır. Düzdür. Top hakimə toxunduqdan sonra digər komandanın nəzarətinə keçsə, oyun davam edir. Bəli. Siz hücumdasınız, vurduğunuz zərbə dəydi hakimə, digər oyunçuya keçsə, öz oyunçunuza keçsə, davam edəcək. Öz oyunçunuza keçməsə, əsas hissədən əlavə vaxta qədər olan arasında olan fasilə dəqiqə iləndir ya su fasiləsi adlanır? Su fasiləsi adlanır. UEFA Avropa Futbol Federasiyalarıdır ya dünya? Avropa. Beynəlxalq Futbol Federasiyaları necə yazılır? FIFA. Düzdür. Qalib əlavə hissələrdə müəyyən olunubsa, bura qədər neçə püşk atmadan istifadə olunub? Deməli, neçə dənə əlavə hissələrdə 2 dənə. Düzdür. Penaltı zərbələri yerinə yetirilən zaman komandanın hansı oyunçusu penaltı zərbəsini vuracaq?
Hər bir oyunçu, istənilən bir oyunçu yalnız kapitan. İstənilən mənim. Futbolda golkiper müdafiəçidir ya qapıcı. Qapıçıdır. Oyunun başlanğıcında ən az neçə oyunçu olmalıdır ki, oyun başlasın? Tamam, 7. düzdür. Ehtiyat oyuncuların sayı neçə nəfərdir? 26. Ehtiyat oyuncuların sayı 26 olmaz axı. 15'dir. 15. 9,15 radiusdur ya diametr. Radius. Küncdən zərbə zamanı ofsayt qeydə alınır. Xeyr. Ofsayt qeydə alınmayan qaydalar, vəziyyətləri göstər. Deməli, qapıdandır, yan xəttəndir, sonra gün zərbəsi. Bunlar. Yan xəttdən, küncdən, qapıdan, bir də mərkəzdən. Mərkəzdən. Futbolcu ən çox dünya çempionatı olan kimdir? Sağ olun. Qurabilməyim. Braziliya. Ən çox Avropa çempionatları kimlərdir? İspaniya. Sərbəst və cərimə zərbələrindən nə qədər məsafə saxlanılır? 9.15. Qalib əsas hissədə müəyyən olmadısa, əlavə hissələr üçün neçədən 15 dəqiqə tətbiq edilir? 2-dən 15 dəqiqə. Oyunçulara ən çox halda neçə qırmızı kart veriləcəksə, oyun vaxtından əvvəl bitəcək. Bir dənə qırmızı. Bəs iki komandada? Ən çox 2 komandaya deməli 9 dənə. Bundan qabağa nə dediniz? Bir dənə qırmızı. Bir oyunçuya bir dənə qırmızı. Yox, deyirəm vaxtından əvvəl bitmiş hesab olunacaq. Bir oyunçu qırmızı alsa oyun bitməyəcək axı. Texniki məğlubiyyət yoxdur. Elə bir oyunçu bir komandaya deməli 5 dənə. İki komandanın oyunçularına ən çox neçə qırmızı kart veriləcəksə, oyun vaxtından əvvəl bitəcək. Bir komanda texniki məğlubiyyətə düşəcək. 9 dənə mənim. Əla. Minimum halda necə olacaq? İki komandadan. 6 dənə. 6 dənə izahını deyin. 6 dənə A komandasına bir dənə qırmızı verir. B komandasına da 5 dənə. Məsələn. Sərbəst zərbələr zamanı aldadıcı manevrlərdən istifadə etmə olur. Aldadıcı fənlərdən filan.